1978-ci ilin qışında Tehranın mərkəzində açılan atəş səsləri və milyonlarla insanın qışqırığı təkcə bir monarxiyanın deyil, Qərbin yaxın şərqdəki ən böyük strateji dayaq nöqtəsinin çöküşünün xəbərçisi idi. Bu, sadəcə adi bir hökumət dəyişikliyi deyildi. Əsrlərin ənənəvi İslam dəyərləri ilə şahın tətbiq etdiyi radikal qərbləşmə siyasətinin toqquşmasından doğan və bütün qlobal güc balansını sarsıdan tarixi bir partlayış idi. Hər şey Şah Məhəmməd Rəza Pəhləvinin 1960-cı illərdən etibarən həyata keçirdiyi və Ağ İnqilab adlanan sürətli modernləşdirmə proqramı ilə başlandı. Şah, neftdən əldə edilən milyardlarla dollar gəliri ölkəni qərbpərəst bir dövlətə çevirmək üçün xərcləyirdi. Torpaq islahatları ilə kəndlilərə torpaqlar verildi. Qadınlara seçki hüququ tanındı. Nəhəng fabriklər, magistrallar və modern universitetlər tikildi. Lakin bu sürətli transformasiya cəmiyyətdə dərin sosial və mədəni uçurum yaratdı. Bir tərəfdə Parisdəki həyat tərzini Tehranın şimalında təkrarlayan, İngiliscə danışan qərbpərəst elita yaşayırdı. Şah bu kütləvi narazılığı görməzdən gələrək, hər cür müxalifəti yatırmaq üçün 1957-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin dəstəyi ilə yaradılan SAVAK gizli polis təşkilatını işə saldı. SAVAK disidentləri, ziyalıları, solçuları və dindar fəalları həbs edir. Dəhşətli işgəncələrə məruz qoyurdu. Cəmiyyətdə dərin bir qorxu hökm sürürdü. Bu boğucu qorxu mühitini dağıdan və hərəkatın liderinə çevrilən əsas fiqur Ayətullah Ruhullah Xomeyni oldu. 1963-cü ildə Şahın islahatlarına açıq şəkildə qarşı çıxdığı üçün sürgün edilən Xomeyni əvvəlcə İraqa, 1978-ci ilin payızında isə Paris yaxınlığındakı Nyople-Şato kəndinə yerləşdi. Xomeyni dövrün kommunikasiya texnologiyasından dahi şəkildə istifadə edərək öz moizələrini və hökumət əleyhinə çağırışlarını maqnitofon kasetlərinə yazdırıb gizli yollarla İrana ötürürdü. Bu kasetlər məscidlərdə, bazarlarda və universitetlərdə minlərlə insana dinlədirilir. Xalqın şah rejiminə olan nifrətini açıq etirazlara çevirirdi. 1978-ci ilin əvvəllərindən etibarən Qum şəhərində tələbələrin etirazları ilə başlayan dalğa tezliklə bütün ölkəyə yayıldı. Hər dəfə polisin açdığı atəş nəticəsində həlak olanların 40 günlük yas mərasimləri yeni kütləvi yürüşlərə çevrilirdi və etirazçılar artıq birbaşa şahın devrilməsini tələb edirdilər. 1978-ci ilin payızında ölkə üzrə ümumi tətil dalğası baş qaldırdı. Xüsusilə neft sənayesi işçilərinin tətilləri İran iqtisadiyyatını tamamilə iflic etdi. Neft buruqlarında iş dayandı. Ölkəyə gələn valyuta axını kəsildi və gündəlik həyat çökdü. Şah rejimi həm daxildəki milyardlıq kütlə ilə, həm də insan hüquqları məsələsində təzyiq göstərən ABŞ-ın Jimmy Carter administrasiyasının qeyri-müəyyən mövqeyi ilə baş-başa qaldı. Hərbi vəziyyət və küçələrə yeridilən tanklar belə xalqı geri çəkilməyə məcbur edə bilmədi. Vəziyyətin artıq xilas oluna bilməyəcəyini anlayan Şah Məhəmməd Rəza Pəhləvi 1979-cu il yanvarın 16-sında həyat yoldaşı Fərəh Pəhləvi ilə birlikdə xüsusi təyyarəyə minərək ölkəni tərk etdi. Şahın getməsi xəbəri Tehran küçələrində inanılmaz bir coşqu və bayram nümayişləri ilə qarşılandı. İnsanlar illərdir qorxduqları Şah ailəsinin heykəllərini dağıdır, küçələrdə şirniyyat paylayırdılar. Fevralın 1-də isə illərdir sürgündə olan Ayətullah Xomeyni Air France təyyarəsi ilə Tehranın Mehrabad hava limanına indi və hava limanından şəhərin mərkəzinə qədər uzanan yolda milyonlarla insan onu qarşıladı. 1979-cu il İran İslam İnqilabı təkcə bir ölkənin daxili quruluşunu və ya coğrafi sərhədlərini deyil, bütün yaxın şərqin geosiyasətini, qlobal enerji bazarını və beynəlxalq münasibətlər sistemini kökündən dəyişdirdi. ABŞ ilə İran arasındakı keçmiş strateji müttəfiqlik barışmaz bir düşmənçiliyə çevrildi. Regionda qüvvələr balansı alt-üst oldu və bu zəlzələ sonraki 10 illiklərdə baş verən bir çox qlobal böhranların, hərbi qarşıdurmaların və terror dalğalarının əsas təməlini qoydu. Bütün bu hadisələr zənciri təkcə bir imperiyanın sürətli süqutu deyil, həm də müasir dünyanın gedişatını,
dini siyasi paradigmalarını və xalqların taleyini əsaslı şəkildə dəyişdirən bəşəriyyət tarixindəki ən dramatik və dərin iz qoyan transformasiyalardan biri olaraq yaddaşlara həkk olundu.